Uşaqlar niyə balıq yağını sevmir və bunu necə həll eləmək olar? Bir çox valideynin ortaq problemi var. Balıq yağı almaq asandır, amma uşağa içirmək çətin. Uşaq qaçır, ağlayır, bəzən qusur. Valideyn isə bir neçə gündən sonra ümumiyyətlə verməyi dayandırır. Bunun səbəbi çox sadədir. Dad və qoxu. Maye formada olan balıq yağları hava ilə təmasda olduqca oksidləşir. Oksidləşmə baş verdikdə isə kəskin qoxu və ağır dad yaranır. Ona görə də uşaq bunu qəbul eləmək istəmir. Çünki beyin bu qoxunu xarab yağ kimi hiss eləyir və imtina edir. Digər problem isə qəbul formasıdır. Qaşıqla içirilən məhsullar uşaqlarda ürək bulanma yarada bilər. Xüsusilə səhər ac qarnına veriləndə bu daha çox müşahidə olunur. Buna görə də valideynlər çox vaxt balıq yağının faydasını bilsə də davamlı şəkildə verə bilmirlər. Əslində həll üsulu balıq yağının formasını dəyişməkdir. Dadı və qoxusu hiss olunmayan formada qəbul etməkdir. Mənim sizə tövsiyəm dünyada ən çox satılan balıq yağlarından biri olan Norveç istehsalı Easy Fish Oil məhsuludur. Easy Fish Oil'in tərkibində omega 3 ilə yanaşı uşaqların immun sistemini, sümüklərini möhkəmləndirən D vitamini də var. Bilirsiniz ki, D vitamini yağla birlikdə sorulur. Easy Fish Oil məhsulundakı omega 3 yağı D vitamininin təsirini daha da artırır. Balıq yağı övladınızın beynini, D vitamini isə immunitetini gücləndirir. Məhsulun digər bir üstünlüyü də çeynənilə bilən jelatin formasında olmasıdır. Həm də bu jelatin donuz dərisindən deyil, dana dərisindəndir. Sirop şəklində olan balıq yağlarında oksidləşmə gedir və ona görə onlar tez xarab olurlar. Easy Fish Oil-də isə çeynənilə bilən tablet formasındadır. Yəni hava ilə təmasda olmadığı üçün hər istifadədə ilk gündəki kimi təzəliyini qoruyur. Həmçinin meyvə aromalı olduğu üçün uşaqların sevə biləcəyi bir daddadır. Norveç istehsalıdır. Əksər apteklərdən də əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.